Bismillah və salatu və salamu ala Rasulillah. Amma ba'd. Sevgili qardaşlar, bilirsiniz ki, münafiqlik pis şeydir. Münafiqlik çox təhlükəlidir. Münafiqlik bir yerdə bir sifət göstərmək, bir cür olmaq, başqa yerdə bir cür olmaq. Başqa bir cür olmaq. Ona görə çox ehtiyatlı olmaq lazımdır. Çünki münafiqlik heç vaxt insana xeyir gətirmir və böyük günahlardandır. Və onun əlamətləri var. Resulullah sallallahu aleyhi və səlləm hədis şərifində buyurub, münafiq vədinə xilaf çıxar, münafiq danışanda yalan danışar, əmanətə xəyanət eləyər və başqa sifətlər də var. Və ona görə təhlükəlidir. Ümumiyyətlə, nə ki İslamda, dinimizdə qadağandır, o pis şeydir. Heç vaxt yaxşı şey ola bilməz. Nifaq əhli heç vaxt xeyir ola bilməz həmçinin. Və Vahab ibn Munabbih rahmetullahi aleyhi deyir ki, Lil-munafiqi thalathu alamatin. Yaksulu izə kənə vahdah və yanşıtu izə kənə əhadu indahu və yahrusu fi kulli umurihi alə Muhammedə. Münafiqin 3 əlaməti var. Bu hədisdə gələn kəlmələrin cəməli. Biz dedik ki, alimlərin sözləri, İbn Munabbih rahmetullahi aleyhi böyük alimlərdəndir, çoxdan yaşayan alimlərdəndir. Yəni onların sözləri, insan başa düşsün və bəzi şeylər var ki, onlar həyatda olur və onlar tətbiq olunur, görünür, tam anlamaq üçün həyatda onlar görünür. Və bütün alimlərimizin dedikləri mütləq Quran və sünnəyə uyğun olmalıdır. Və ona görə də bayaq dediyimiz hədis şərifdəki Resulullah sallallahu aleyhi ve sellem əlamətləri ki var, münafiqlər haqqında dedi. Və İbn Munabbih də buyurur ki, əgər deyir, tək olanda tənbəllik eləyər. Tənbəllik eləyər, tək olanda, fikir ver. Yəni, ayətdə də Quranda Allah Teala buyurur ki, onlar deyir, namaza gəlməzlər. Namaza gələndə də tənbəl-tənbəl gələrlər. Yəni, bu ayət şərifdir. Və Allamə İbn Munabbih rahmetullahi aleyhi deyir ki, əgər o tək olanda tənbəllik eləyər. Yəni, ibadətlərdə. Axır dedik, münafiq nə deməkdir? İki üzlü bir yerdə bir cürə üzün göstərir, başqa bir yerdə başqa cür. Əgər tək olanda deyir, nə olar? Tənbəllik eləyər. Yəni, ibadətlərdə, əməldə. Əgər deyir, yanında biri olsa, nə deyir? Çalışqan olar. Diri olar biraz. Yəni, ibadətlərdə, əməllərdə özün göstərir də. Hər bir işi görəndə istəyir ki, onu görsünlər, onu tərifləsinlər. Əgər tərif yoxdursa, heç bir iş görmür. Əgər onu görməyəcəklərsə, heç bir iş görən deyil. Tərifləməyəcəklərsə, heç bir iş görən deyil. Mütləq şəkildə nədir? Görməlidirlər. Görünsə, eləyəcək hər şeyi. Hər bir şey eləyəcək. Və ona görə bunlar təhlükəli sifətlərdir. İnsan özü bir də görsən, bilmir. Görsən, tək qalır, zikir eləmir, Quran oxumur, ibadətlər eləmir, məsələn, sünnələr qılmır, nafilə qılmır və yaxud da xeyir iş görmür. Hər bir məsələ, tənbəllik eləyir. Amma görürsən ki, adamlar arasında düşəndə həm sədəqə də verir, nəsə xeyir iş görür, nəsə çalışır. Və həmçə də, əgər deyir, mən orada heç kəs sayməyəcəksə, mən nəyə görə yaxşı işi görməliyim ki, tərifləməyəcəklərsə, mənə məsələn, burada tanımayacaqlar, bilməyəcəklərsə. Ona görə də Resulullah sallallahu aleyhi ve sellem nə deyir? Ən gözəl sədəqə nədir? Sağ əl verəni sol əl bilməsin. Və o güclü iman sahiblərdir ki, onlar sədəqə verərlər, açıq-aşkar onlara heç nə təsir eləməz. Onlar elə adamlar azdır. Və ona görə də bizim keçmişdəki sələflərimiz, qızıl dövrümüz həmişə qorxardılar. Yəni, əgərləri əməlvə, yəni nifaq, riya girsə, riyakarlıq girsə, o əməl sayılmır. Təsəvvür et ki, sənin zəhmətin də getdi, əməlin də getdi. Ona görə də münafiqliyin əlamətlərindən ehtiyatlı olmaq lazım. Çəkinmək lazım. İbadətlərdə xüsusən və başqa xeyr əməllərdə çalışmaq lazımdır ki, yaxşı və dürüst olasan. Və inşallah Ramazan ayı gəlir. Ramazan ayında da çalışmaq lazımdır, güclü olmaq və həmişə qeyd edirik bunu, Ramazana hazırlaşmaq lazımdır. Artıq sabah öbürü gün inşallah Ramazandır. Bu əlamətlər bizi ağırlaşdırmasın, tənbəlləşdirməsin. Və Allahdan istəyirəm ki, Allah Teala bizi, qəlblərimizi islah eləsin. Allah bizi doğru yolu yönətsin, Allah bizə hidayət versin, qəlbimizi açsın. Allah Teala ölkəmizi əmin-aman içərisində eləsin. Ramazanımızı gözəl şəkildə keçirək, əmin-aman içərisində. Və həmişə və daima xeyr içərisində eləsin ölkəmizi və bütün müsəlman ölkələrin. Allah Teala bütün müsəlmanları qorusun, Allah ölkə başımızı da qorusun, xeyr üzərində etsin və ona həmişə uğurlar versin, haqqın cəhsi etsin. Allah əskərlərimizi qorusun, hərbiçilərimizi qorusun, ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah bizə həmişə